En son videoların birinde Ebul Enbiya deyilən Hazreti İbrahim'in soyu hakkında danışmıştım ve Kur'an-ı Kerim'de En'am suresi 74'te Hazreti İbrahim'in atasının adının Azer olduğu deyilir. Kur'an-ı Kerim'de. Araştırmanı devam ettirdim. Tövrat'ta yaradılış 11, 24 ve 27, 24, 25, 26, 27'den 4 ayette İbrahim'in soyu hara gedib dayanır onu araştırdım. Yaradılış 24-27'de 1 bölü 24-27 maraqlananlar istəsələr Tövrat ellerinde varsa Tövrat'tan okuyarlar. Ellerinde yoksa ya PDF'den ya da Google'dan aktarıp tapabilirler. Yani bu kitap her yerde var. Demek İbrahim'in soy kökünün başlangıcı Sam'dan gelir. Sam. Sam Türkçe bir isimdi ve bu ağaç anlamını verir. Bizim dilimizde Şam'dı, Anadolu Türklerinin dilinde Çam'dı ve S, Ş ve Ç səslərinin bir-birini əvəzləməsi Türk dil qrammatikasına uyğundur. Burada bir sakınca yoktur. Sam. Ağac adı. Bizim indi də bu ənənə davam eləyir. Ağac isimlerini insanlara verirler, öz evlatlarına. Veren atalı var, Çınar var filan. Çınar, Sam filan bu qəbildəndir. Demek Sam. Sam'ın oğlu olur Erbakşat. İbrahim'in babasının adı Erbakşat. Erbak bu isim Türklerden başka hiçbir millette yoktu. Er sözü ve bak sözü yani erbey, şat neslinden olan erbek, erbak. Şat nesli, şat boyu, Türk boyudur. Ve ben size en böyle kestirme yoldan, kısa yoldan başa salım. Fərman Kərimzadənin senarisi əsasında çəkilmiş axırıncı Aşırın filmindəki Abbasqulu bəy Şadlinski Şat boyundandır. Qərbi Azərbaycandandır, Şat boyundandır. Və müasirlərimizdən də görkəmli alimimiz, dilçi, tarixçi Firidun Ağasoğlu Cəlilov, Allah uzun ömür versin, bərəkətli ömür versin, sağlıklı ömür versin. Buradan da salamlarımı göndərirəm. Firidun müəllim də Şat boyundandır. Erbak Şat. Türklerde Şat boyuna ait olan insanları ele çağırıblar. Şat oğulları, Tekeli oğulları, Dulkadir oğulları, Karaman oğulları. Yani bu Türklerde bir gelenektir. Afşar oğulları. Türklerde bir gelenektir. Bu ənənədir. Erbakşat'ın oğlu olup Şelah. Şelah'ın oğlunun olup Ever. Ever'in oğlunun adı Pelek. Pelek'in oğlunun adı Reyv. Reyon'un oğlunun adı Seruk. Seruk'un oğlunun adı Nahor. Nahor'un oğlunun adı Terak. Geldik Terak'a. Terak sözünü afallayıblar. Bu Terak ne demekti? Terak əslində TR belə yazılır da. Mən bunu sizə deyim. Bak bu Terak sözünün yazılış şekli görürsünüz. TRK. Bu Türk sözü bugün de Ərəb əlifbasında bu şekil yazılır. Cəm şeklinde olan da buna etrak deyirlər. Bu böyle əliflə yazılır. Etrak. İki nöqtəni də qoyum, T olsun. Etrak, bak burada. Bu Türk sözüdür. Bu Türkler sözü de etrak deyirlər. Bu sözün teraka çevrilmesi qalıblar girinç ki bu nedir? Bu terak sözü nedir? Harada tereke nedir? Elə yazdı. Çünkü Ərəb dilində səslilər yazılmadığına göre E səsi, İ səsi, ondan sonra Ə səsi filan yazılmadığına göre bu şekil yazılır ve bunu terak olarak okuyurlar.
Yani Türk sözünü Terak olarak okuyurlar. Terak'ın oğlunun adına gelelim. Bunu gördünüz. Türk ve Etrak. Terak'ın oğlunun adı. Burada Tevrat'ta Terak gelir. Kur'an-ı Kerim En'am suresi 74'te Azer gelir. Bak burada. Yazmışam. Terak'ın oğlunun adı. 3 oğlu olur Terak'ın. İbrahim olur, Nahor olur ve Harran olur. İbrahim'in bacısı olmayıb. Bir ara bir mübahisə düşdü canlı yayında. Dediler ki İbrahim güya öz bacısı ilə evlənib, güya Sara onun bacısıdır. Sara Terak'ın, Azer'in gəlini olub. Bacısı olmayıb. Burada da yazır. 3 kardeş var. İbrahim, Nahor ve Harran. Bunun bacısı olmayıb. İbrahim'in Terak'ın 3 oğlu İbrahim, Nahor ve Harran. Terak yaşadığı Ur şəhərindən, bax diqqət edin şəhərin adına, Ur şəhəri. Ur şəhərindən evlatlarını götürüb gəlib Ur şəhərindən gəlib Harrana. Harran ovası var Anadolu'da, Harran ovası. Və rəvayətə görə orada Hazreti İbrahim'i yandırıblar, o yanmayıb filan da belə şeyler var, rəvayətlər var. Onu qoyaq bir kənara. Urfa şəhərinə gəlib yerləşiblər Harran ovasına. Harran ovasının adı birbaşa İbrahim Peyğəmbər əleyhissalamla bağlıdır və İbrahim o burada olduğu zaman 3 xanımla evlənib. Bax burada yazılıb. Birinci xanımın adı Sara. Burada Sara değil, saray olarak geçir. Bak burada saray. Bu kitapta. Tevrat'ta saray olarak geçir. İkinci xanımın adı Hacer olur. Üçüncünün adı Kantura olur. Bak görürsünüz burada. Kantura. Saraydan olan oğlunun adı İshak olur. Hacer'dan olan oğlunun adı İsmail olur. Ve Kantura onlara nispeten çok genç olduğuna göre Sara ve Hacer'e. Ona günü deyirlər. Yani bir evde bir kişinin 2 hanımı varsa o hanımlar birbirine günü olur. Kantura'nın 6, İbrahim'in Kantura'dan 6 evladı olur. Evlatların da adı burada. Ben size okuyayım onu. Simran, Joksan, Medan, Midyan, İşbak ve Şuah. Bu isimler Arap dilinde rastlanan bir isim değil. Ve İbrahim'in atası Terak veya Kur'an-ı Kerim'e göre Azer bu 2 evladını İshak ve İsmail'i Sina yarımadasında saxlayır. İbrahim'i 6 oğluyla beraber Xorasan'a gönderir. En qədim Türk yurdu olan Xorasan'a gönderir. Bütün bunlardan yola çıxaraq bu qərara gəlmək olar ki, bugün Arthur Kostner'in 13. qəbilə kitabı tamıyla bütün bu hikayeleri okuduktan sonra, analiz ettikten sonra bu qərara gəlirsən ki, 13. qəbilə Türklərdən qopmuş bir qəbilədir, bir boydu, 13. boy ve o boy bugün İsrail ərazisində yaşayan, İsrail dövləti ərazisində yaşayan Aşkenazi Türkləridir. Bu Aşkenazinin Türk olduğunu Dekanov Media Tarixi kitabında da deyir. Aşkenaz sözünü İç Oğuzla özdeşleştirir Dekanov. Yine Media Tarixi kitabında. Ve Xəzər Kağanlığının quranlar özləri də deyir ki, biz
Yafəsin 7-ci oğlu və 10-cu oğlundan dünyaya yayılmış onların varisləriyik. Bir də 9-cu oğlu. 7-ci, 9-cu və 10-cu oğlu. Bulqarlar, Subarlar. Peyğəmbər nəslindəndir. İbrahim Peyğəmbər nəslindəndir və bu məsələni Xəzər Xaqanı Yusuf sadrazam, İspaniyada sadrazam olan Xastay bin Şafruta yazdığı məktubda göstərir. Bugün sizə söyləmək istədiklərim bu qədər. Allah'a ısmarladık.